Parçalayıram. Ay nə şirindir. Flormardan da içərisindən 3 ədəd məhsul çıxır. Birinci belə bir pudra çıxır. Baxın bu formada. İndi sadəcə üzdən göstərirəm. Digər videolarda hər birini istifadə edib paylaşacağam. Sonra belə bir konsiler. Baxın bu formada dediyim kimi hər birini digər videolarda istifadə edib göstərəcəm. Sonra isə belə bir highlighter. Baxın, çox qəşəngdir. Bir dənə əlimdə istifadə edib sizə göstərəcəm. Siz bunun parlaqlığına baxın. Digər rəngləri də var, amma mən bunu seçdim. Çox qəşəng görünür. İndi isə digər bağlamanı açırıq. Baxın, notun belə bir ənliyini sifariş eləmişəm. İndi isə sizə açıb göstərəcəm. Nə şirindir. Baxın bu formada. Birinci açım içini. Ay, çox qəşəng rəngi var. Baxın, üzdə çox qəşəng qalır. Yəni sanki öz yanağınız qızarıb, təbii, tünd qalmır üzdə. Həmçinin aşağısını açanda, baxın bu formada da belə fırçası var. Harasa gedəndə əlinizdə fırça yoxdursa, öz fırçasından da istifadə edə bilərsiniz. Bunu hər biriniz bilirsiniz. Bundan başqa ikinci qəşəng duruş tanımıram. Çox istifadə edirəm, amma bunun yerinə heç nə vermir. İndi isə gələk növbəti bağlamaya. Parçalayıram. Belə bir şort sifariş eləmişəm. İndi açıb sizə də göstərəcəm. Baxın, belə bir şortdur. Bilmirəm kamerada niyəsə çox yekə görünür, amma öz razmerindədir.